Hazırda biz Pambıqkənd Bəşirbəyli avtomobil yolundayıq. Sakinlərin dediyinə görə uzun illər ki yollar bu vəziyyətdədir. Yolların belə yararsız vəziyyətdə olması isə əhalinin giriş-gəlişini daha da çətinləşdirir. Adım Zeynəb, familiyam Hüseynova. Xəstəmiz olur, heç yerə apara bilmirik. Uşaqlar da məktəbə gedir, çətinlik çəkir. Ölümüz də bu yolla gedir, dirimiz də bu yolla gedir. Bəs biz neyək? Dolanışığımız da çətindir. Taksiyə pul vermək olmur, marşruta pul vermək olmur. Yol rahat olsa piyada da getmək olar. Getmək olmur. Çətin çəkirik. Bizim yola da əncam eləsinlər. Allah dayağımızda dursun, Allah dünyamızı düz eləsin. Biz də onların sayəsində yaşayaq. Aleykümselam. Məhəmmədov Rafi Mirzə Həsənoğlu. Bu yollarla bağlı Bizim kəndimizin bu yolu, Pambıqkənd sakiniyəm. Bizim yolumuz bərbad haldadır. Maşınlar xarab olur, dağılır, zapsasları yoxdur. Yanğın baş vermişdi, burada ev də var, orada yanmışdı. Şəhid qardaşının evidir, yanmışdı. Pajarına gəlincə çətinlik çəkdi, tam ev yandı, söndü. Sonra ot tayası yanmışdı. Yol bərbad gündədir. Bunu xahiş edərdik ki, bizim bu yola bir köməklik göstərib yolumuzu təmir eləsinlər. Xahişimiz dövlət başçımızdandır. Mən özüm, qardaşım itkin düşüb, elədir ki, cəsədi də tapılmayıb. Şəhidi qardaş Rüstəmov Adil Mirzə Həsənoğlu. İkinci Qarabağ müharibəsində, birinci Qarabağ müharibəsində itkin düşüb Kəlbəcər uğrunda döyüşlərdə. Hələ yoxdur da qardaşımdır. Kəndimizdən 9 dənə şəhidimiz var. Bizə də hörmət eləyib, yol mədəniyyətdir. Biz də istərik ki, bir insan kimi yaşayaq. Gəlsin, onun yanında dayansın, o uşağın ayağına geyindirilən salafanı yola çıxandan sonra çıxarılacaq. Deyib 20 manat verirəm, apar məni aşağı. Deyib 50 manat da versən aparmıram. O heç hüzür düşüb. O baxar 30-35 manat. Bir insafına bax. 40 manat gətirən də. Yolun pis olduğuna görə deyir.
Əsgərov Natiq Firudin oğlu. Mən bu kəndin sakiniyəm. Valla gözümü açandan biz bu kənddə böyümüşük. Ancaq bu kənddə demək olar ki, bu yola görə yaşayış mümkündür. Bu kənddən gəzilər hamısı çıxıb gedirlər şəhərə işləməyə. Özü də deyirlər ki, kənddə yaşayışı bərpa eləyək, şəhərə köç gəlməsin. Burada demək olar ki, bu yola görə biz çox əziyyət çəkirik. Xahiş eləyirəm, neçə dəfələrlə müraciət eləmişik, öz cibimizin, öz büdcəmiz hesabına da bir dəfə təmir eləmişik, yenə də mümkün deyil. Çox əziyyət çəkirik, bizim qocamız var, uşağımız var. Sizdən çox-çox xahiş edirik. Bizim heç olmasa bir yol problemimizi həll eləsinlər. Uşaqlarımız məktəbə gələ bilmirlər. Bu barədə əziyyət çəkirik. Kəndi içi lap bərbad gündədir. Baxan yoxdur. Xahiş edirəm bu barədə bizə köməklik eləyəsiniz. Kes. Bəli, zamanlar Pamukçan kənd sakini. Demək, uzun illərdir yolsuzluqdan əziyyət çəkirik. 4 kilometr yolumuz var, Sərlən-Şirvan mərkəzi yoluna çıxmaqdan ötürü. Sonuncu dəfə 2009-cu ildə bu yol təmir olunub, əsaslı təmir olunub. 2010-cu il Kür daşqınlarından sonra yol tamamilə bərbad vəziyyətə düşdü. Ağır tonnajlı texnikaların hərəkətindən sonra yol dağıldı. O vaxtdan bəri yolumuzda heç bir təmir işləri aparılmayıb. Müxtəlif vaxtlarda aidiyyatı qurumlara dəfələrlə yazılı şifahi müraciətlərimiz olub. Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində söz verilib ki, yola əl gəzdiriləcək, baxılacaq. Təəssüf ki, hələ ki bir nəticə yoxdur. Uzun çək-çevirdən sonra kənd cəmaatının vəsaiti hesabına bu illəri yola ümumi gücümüz çatan, yəni məbləğdə vəsait ayrıldı, cəmaatdan pul toplandı və nisbətən daha dərin olan çuxurlar dolduruldu. Biraz yolumuz nisbətən düzəlib, nisbətən. Amma yağışdan sonra hazırda müəyyən yerlər var, çox bərbad vəziyyətə düşüb. Uşaqlarımızın məktəbə gedişi, gəlişi, yuxarı kənddən, aşağı kənddən çox çətinlik törədir. Ümumiyyətlə, təcili tibbi yardım maşınlarının gəlişində problem var. Yanğın hadisəsi olanda yanğın söndürmə maşınının gəlişində problemlər yaranır. Yəni, yolu çox çətinlik çəkirik. Hər gün işə gedib gələn əhali əziyyət çəkir yol sarıdan. Ona görə xahiş edirik aidiyyatı qurumlardan ki, bizim yolumuzla bağlı bir məsələ qaldırılsın və öz müsbət həllini tapsın.